hörmətli müəllimlər. Təhsil verənlərin sertifikatlaşdırılması prosesi üçün nəzərdə tutulmuş maarifləndirici videolarımızın növbəti buraxılışı ilə qarşınızdayıq. Bugünkü mövzumuz metodika və pedaqogikaya aiddir. Və bugünkü qonağımız Təhsil İnstitutunun əməkdaşı Aynur xanım Rüstəmovadır. Xoş gördük sizi Aynur xanım. Salam, xoş gördük sizi və hörmətli izləyicilərimizi salamlayıram. Əziz müəllimlər, siz Təhsil Televiziyasının rəsmi Facebook səhifəsində yerləşdirilmiş sorğuda aktiv iştirak etmisiniz və orada ən çox metodika və pedaqogikaya dair müəyyən mövzuların izah olunmasını istəmisiniz. Biz də sizin istəyinizə əsasən bugün bu mövzuya toxunacağıq. Aynur xanım, xüsusilə qeyd eləmək istəyirəm ki, bugünkü mövzumuz, yəni tədris prosesində əks əlaqənin rolu mövzusu müəllimlər tərəfindən istənilib və bu mövzuya geniş izah verməyinizi sizdən xahiş eləyəcəyik. Bildiyiniz kimi, bu ilin artıq əvvəlində qiymətləndirmə çərçivəsi elan olundu. Bu il sertifikatlaşdırma prosesinə cəlb olunan müəllimlər üçün bu yeni bir şeydir. Gəlin, öncə metodika və pedaqogika nə qədər sual nəzərdə tutulduğunu izah eləyək. Neçə bölmə var? Nə qədər sual nəzərdə tutulur? Buyurun. Təşəkkür edirəm. Bəli, biz artıq Təhsil İnstitutu olaraq 2023-cü ilin sonunda müəllimlərin sertifikatlaşdırılma imtahanı üçün qiymətləndirmə çərçivəsini paylaşmışıq və həmin çərçivədə bütün fənlərlə yanaşı metodika və pedagogikanın da mövzuları öz əksini tapır. Əvvəlki sertifikatlaşdırma imtahanına olan təcrübəyə əsasən, yəni bunu bilirik ki, 50 sual ixtisasdan, 10 sual metodika və pedagogikadan verilir və metodika pedagogikadan verilən suallar 3 məzmun sahəsi üzrə ölçülür. Hüquqi savadlıq üzrə 1 sual, metodiki səriştəlik 5 sual, pedaqoji və psixoloji yanaşmalar 4 sual. Aynur xanım, metodika və pedaqogika istiqaməti üzrə müəllimlərin bacarıqları necə ölçüləcək? Əvvəlki imtahanlara istinadən deyə bilərik ki, verilən 10 sualın demək olar ki, hamısı situativ tipli olur. Burada da məsələyə bu cür yanaşmaqda məqsəd ondan ibarətdir ki, sertifikatlaşdırma imtahanında iştirak edən müəllimlər, onlar çalışan müəllimlər, təcrübəli müəllimlərdir və sinifdə kifayət qədər müxtəlif situasiyalarına rastlaşırlar və bu situasiyaları onların necə həll etdiklərini öyrənməkdir əsas məqsəd. Bu nöqteyi nəzərdən suallar situativ verilir və müəllimlərin problemin həllində hansı pedaqoji yanaşmadan istifadə etməsi, ümumiyyətlə informasiyaları ümumiləşdirib, lazım olan məqamda problem həll etmədə düzgün qərar verməsi bu kimi bacarıqları ölçülür. Aynur xanım, əks əlaqə mövzusunda müəllimlər nəyə görə daha çox toxunmağınızı istəyirdilər? Çünki əks əlaqəni müəllimlər belə düşünürlər ki, yalnız formativ qiymətləndirmədə tətbiq olunur. Yəni, əks əlaqə sırf formativ qiymətləndirmə ilə əlaqəlidir. Bu doğrudan da mı belədir, yoxsa? Ümumiyyətlə qeyd etmək istərdik ki, metodika və pedaqogika üzrə təqdim olunmuş mövzular üzrə imtahana hazırlaşarkən müəllimlər gərək informasiyanı əldə eləsinlər və o informasiyaları müxtəlif situasiyalarda tətbiq etmək üçün informasiyanı ümumiləşdirmək, nəticə çıxartmaq, təhlil etmək bacarıqları müəllimlər üçün çox vacibdir, önəmlidir bu məqamda. Bəlkə də orada sertifikasiya imtahanında konkret əks əlaqə nədir və yaxud hansı əks əlaqə növüdür filan bu kimi suallar öz əksini tapmayacaq. Amma ümumiləşdirilmiş bir mövzu kimi əks əlaqə bir neçə situasiyalarda, müxtəlif proseslərdə öz əksini tapdığı üçün bu əlbəttə ki, çox vacib məsələdir. Və siz tamamilə doğru qeyd edirsiniz ki, müəllimlər yanlışlıqla əks əlaqənin yalnız formativ qiymətləndirmə ilə bağlı olduğunu düşünürlər. Bu əlbəttə belə deyil. Ümumiyyətlə, əks əlaqə nədir desək, bu sualın cavabını biz bu şəkildə verə bilərik. Əks əlaqə hər hansı bir işin, fəaliyyətin, ümumiyyətlə nəticənin yaxşılaşdırılmasına yönələn bir informasiyadır. Sinifdə isə müxtəlif proseslər baş verir. Həm tədris prosesində öyrətmə-öyrənmə zamanı, həm şagirdlərin bir-biri ilə ünsiyyəti zamanı, bu şagirdin özünün davranışı ilə bağlı müxtəlif situasiyalar olur ki, müəllim nəticəni yaxşılaşdırmaq üçün şagirdə hər hansı bir informasiyanı ötürməlidir. Məsələn, adi elementar bir nümunə deyək, şagird məsələn dəftərdə yazını yazıb, müəllimə gəlib nümayiş etdirir ki, müəllim necə yazmışam, tutalım birinci sinif şagirdidir. Biz görürük ki, yazı
səliqəlidir, amma məsələn dəftərin o xətt hissəsindən, yəni kənara keçib. Müəllimin bu qeydi ona bildirməsi ki, məsəl üçün bəli, yazın səliqəlidir, amma yazanda çalış ki, o sahədən kənara keçməyəsən. Bu özü belə əks əlaqədir. Və yaxud şagird öz sinif yoldaşı ilə ünsiyyətdə hər hansı bir kobudluğa yol verirsə, müəllimin ona irad bildirməsi ki, özünü o sinif yoldaşının yerinə qoy, sənə bu cür münasibət bildirirsə, sənə xoş gələrmi və s. və ilə. Bu cür bunlar hamısı əks əlaqə hesab edilir. Yəni ümumiləşdirsək deyə bilərik ki, əks əlaqə tədris prosesinin düz mərkəzində dayanan bir məsələdir, hansı ki bu özü də müşahidəyə əsaslanır. Bundan əlavə də müəllimin metodiki və pedaqoji bilik və bacarıqları yüksək olmalıdır ki, müəllim hansı fəaliyyəti necə müşahidə edəcəyi haqqında məlumatlı olsun, eyni zamanda müasir pedaqoji yanaşmalara istinadən şagirdi düzgün yönəltməyi bacarsın. Bax, o düzgün yönəltmək məsələsi bütün sahələrdə bu özü əks əlaqədir. Ümumilikdə müxtəlif fəaliyyətlərə aid olan əks əlaqəni ümumiləşdirən bir xüsusiyyətlər var. Bu xüsusiyyətlər istər idraki fəaliyyətlə bağlı olsun, istər emosional vəziyyətlə bağlı olsun, istər ünsiyyətlə bağlı olsun və ya davranışla bağlı olsun, əks əlaqənin ümumi, yəni əsasında, canında dayanan bir növ tələblərdir. İkinci bir məsələ ki, müəllim bu əsasa dayanaraq müxtəlif istiqamətlərdə, ya daha doğrusu müxtəlif fəaliyyətlər üçün şagirdə əks əlaqə verə bilər. Gəlin görək, əks əlaqə necə olmalıdır? Yəni, bütün əks əlaqələri birləşdirən xüsusiyyətlər hansılardır? Əks əlaqə mütləq spesifik və konkret olmalıdır. Ən yanlış addım odur ki, şagirdə ümumi bir fikir bildirilir, onun fəaliyyəti ilə bağlı, davranışı ilə bağlı. Məsələn, şagirdə bəzən deyirlər ki, sən özünü heç yaxşı aparmırsan. Bu çox ümumi bir sözdür. Yəni, şagird bilmir ki, onun hansı davranışı yanlış qəbul edilir və onu düzəltmək lazımdır. Amma ümumi deyilən sözün yerinə daha spesifik, konkret deyilsə, məsələn, sinif yoldaşını itələmə və yaxud onun dəftərinə toxunma və s. bu cür konkretlik olsa, şagird hansı addımını, davranışında nəyi düzəldəcəyini açıq-aydın bilər və bu daha səmərəli, daha effektiv olar. Deməli, şagird hər bir davranışında nəyi düz, nəyi səhv etdiyini konkret bilməlidir ki, öz fəaliyyətində onu düzgün istiqamətləndirə bilsin. Bəli, və bu istiqamət də müəllimdən gəlməlidir. Mütləq. Əks əlaqənin effektiv olması üçün onun spesifik və konkret olması mütləqdir. Bu, həm idrak fəaliyyətə aiddir, həm davranışa, həm emosionallığa, həm ünsiyyətə, müxtəlif sahələrə aiddir. Fəaliyyətin uğurlu tərəflərindən başlanmalıdır. Yenə də müxtəlif sahələrdə olan istənilən bir işin həmişə yaxşı bir tərəfi olur. Müəllimdən gözlənti odur ki, şagirdə birinci pozitiv bir söz desin və yaxud onun gördüyü işin hər hansı bir yaxşı tərəfini vurğulayıb, daha sonra nəyi düzəltmək lazımdır, o barədə onunla ünsiyyətə girsin, ona əks əlaqə versin. Bu, sırf bir psixoloji məsələdir. Əlbəttə ki, insan bir işi görəndə nəticənin yaxşı və ya pis olmasına asılı olmayaraq o zəhmət çəkir. O, hər hansı bir iş üçün çalışır. Və ola bilməz ki, o işdə müsbət bir tərəf olmasın. Ən azından onun çalışması, zəhmət çəkməsi, buna cəhd etməsi belə şagirdin uğuru və yaxud istər böyük olsun, istər kiçik olsun, onun uğurudur, nailiyyətidir. Müəllim heç olmasa ən azından bunu belə görüb, şagird üçün müsbət, pozitiv bir söz deyib və yaxud qeydiyyat edib, daha sonra düzəldilməli məsələlərə toxunmalıdır. Və psixoloji olaraq qarşı tərəfdə, yəni əks əlaqəni qəbul edən tərəfdə belə bir fikir formalaşır ki, məqsəd yalnız mənə irad bildirmək və yaxud səhvlərimi göstərmək deyil, əksinə mənə kömək etməkdir. Belə olanda əlbəttə ki, deyilən söz qarşı tərəfdən pozitiv qəbul edilir və insanı bir növ motivasiya edir ki, o öz səhvlərini düzəltsin. Vaxtında verilməlidir. Bu da çox vacib məsələdir. Fərq etməz, istər idraki fəaliyyətlə bağlı, istər davranışla bağlı. Yerində deyilməyən söz, o bir növ ataların bir sözü var, daldan atılan daş topuğa dəyər. Yəni, onun heç bir əhəmiyyəti olmur. Sanki siz özünüzü şagirdin yerinə qoyun, tutalım ki, siz bir qonaqlıq eləmişsiniz və siz qonaqlığın necə keçməsi haqqında sizə məlumatı, bir əks əlaqəni bir həftədən sonra verirlər. Siz artıq bütün proseslər gedib, beyində, fiziki olaraq, bütün
emosiyalar sakitləşib və orada gedən prosesin detalları artıq yaddan çıxıb və sizə deyiləndə ki, bu məsələni bu şəkildə yox, bu şəkildə həll etmək lazım idi, siz onu düzəltməyə marağında olmursunuz. Həmin proses şagirddə də gedir. Hətta nəinki marağında olmur, bəlkə həmin dəqiqə o prosesə qayıdıb, o öz fəaliyyətlərini analiz eləməkdə də çətinlik çəkə bilər, bəli. Bəli. Eyni proses şagirddə də gedir. Vaxtında deyilməyən əks əlaqə heç deyilməsə daha yaxşıdır. İnkişafa yönəlik olmalıdır. Mütləq şəkildə konstruktivlik öz əksini tapmalıdır. Fərq etməz yenə də davranışla bağlı, emosionallıqla bağlı nə olursa olsun, şagird nəyi necə düzəldəcəyini mütləq şəkildə bilməlidir. Ümumiyyətlə onu da qeyd etmək istərdik ki, əks əlaqə yalnız müəllimdən şagirdə gedən informasiya deyil. Bizim əsas məqsədlərimizdən biri də odur ki, biz şagirdlər arasında bir-birinə əks əlaqə verməyi öyrətməliyik. Və bu onunla nəticələnir ki, şagirdlər özləri də fikir bildirməyi, yeri gələndə iradə necə bildirməyi və yaxud özünün də pozitivdən necə başlaması, üstəgəl bütün bunlar hamısı şagird tənqid təfəkkür inkişafına gətirib çıxardır. Və məsələn, şagird ola bilər ki, kimisi öz sinif yoldaşından tam xoşu gəlmir. Və müəllim mütləq onu yönəltməlidir ki, sən onu bəyənməsən belə qarşılıqlı qiymətləndirmə zamanı, yoldaş qiymətləndirməsi zamanı şagirdlər, sən şagirdin gördüyü, dostluğun gördüyü, sinif yoldaşının gördüyü işə bax. Məsəl üçün, o mətni yazıbsa və yaxud məsələni həll edibsə, doğru mu edib, səhv mi edib, nəyi səhv edib, ona necə kömək edə bilərsən, bu məsələlərə köklənmək lazımdır. Əlbəttə ki, şagird bu cür əks əlaqə verməyi öyrənməsi üçün onun müəllimdən görməsi çox vacib məsələdir. Bəzən burada bir məqam olur. Müəllimlər bəzən şagirdlərin tədris prosesində olan fəaliyyətlərini qiymətləndirərkən, onlara əks əlaqə verərkən, onların davranışını da bura qatırlar. Məsələn, bildirirlər ki, dəhlizdə qaçmasaydın, sən daha yaxşı cavab verə bilərdin, misalı daha yaxşı həll edə bilərdin və s. Amma mənə elə gəlir ki, buna kökləmək lazım deyil, çünki şagirdin dəhlizdə qaçmasıyla onun fəaliyyəti ilə heç bir əlaqə yoxdur. Bu əks əlaqə o zaman bu şəkildə verilə bilər ki, həqiqətən də onun arasında bir əlaqə olsun. Sadəcə təcrübə onu göstərir ki, adətən dəhlizdə qaçmaqla sinifdəki idraki fəaliyyət arasında heç bir əlaqə olmur. Tamamilə doğru qeyd edirsiniz ki, əgər idraki fəaliyyətə yönələn əks əlaqədirsə, davranışı bura əlavə etmək lazım deyil. Davranışa yönələn əks əlaqədirsə, onda idraki fəaliyyəti ora qatmaq lazım deyil. Bayaq bizim dediyimiz məsələ spesifik və konkret olmaq bax burada özünü göstərir. Elə olanda şagird özü də konkret bir istiqamətə yönəlir və yönəldiyi istiqamətdə nəyi necə düzəldəcəyi onun üçün daha aydın olur. Pozitiv tonla verilməlidir. Burada şifahi yazmışıq ona görə ki, ton məsələsi, intonasiya məsələsi var. Amma yazılı şəkildə verilən əks əlaqə də o da birinci pozitivdən başlamalıdır. Şifahi şəkildə niyə görə pozitiv tonu xüsusi vurğulayırlar? Çünki müəllimlərin bəzilərində, deməyim ki, hamısında bəzən o amiranəlik, səsdəki o mentorluq səsi özünü çox göstərir. Bu özü şagirdə yanlış informasiya ötürür və yanlış onda əks əlaqə yaradır. Ona görə şifahi deyiləndə pozitiv fəaliyyətdən, yaxşı fəaliyyətdən başlamaqdan əlavə həm də emosional olaraq daha yumşaq, daha pozitiv şəkildə əks əlaqə vermək lazımdır. Bu yenə də emosionallıq nöqteyi nəzərindən çox vacibdir. Tənqidə yox, dəstəklənməyə yönəlməlidir. Yəni bizim adətən müşahidə etdiyimiz odur ki, hər hansı bir fəaliyyətdə birinci nəyi düz eləməmsən, bunlara köklənirlər, bəli, və başlayırlar ki, hə, bax, görsən bunu niyə belə elədin? Belə elədin ki, səhv oldu. Amma bu proses belə olmalı deyil. Yəni, bu cür tənqid yönümlü deyilən söz, fərq etməz şifahi və yaxud yazılı, İstər-istəməz qarşı tərəfdə qıcıq yaradır və o sanki mən gördüyüm işdə heç bir yaxşı bir məqam yoxdurmu və yaxud da niyə mənə bu şəkildə verildi əks əlaqə. Müəllimin də əsas vəzifəsi odur ki, o şagirdə tənqid etməsin. Müəllim şagirdə nümayiş etdirməlidir ki, mən səni dəstəkləyirəm. Hansı çətinliyin olarsa, nəyi bacarmırsansa, mən səni öyrədirəm və birlikdə biz bu prosesi aşacağıq.
Ona görə də dəstəkləməyə yönəlməsi bu çox vacib məsələdir. Həmçinin bax görürsüz, bütün xüsusiyyətlər hamısı bir-biri ilə sıx əlaqəlidir. Konstruktivlik burada özünü göstərir. Vaxtında verilməsi, pozitiv tonda olması, yəni bunlar hamısı bir vəhdətdə olanda əks əlaqə effektiv olur. Müşahidəyə əsaslanmalıdır. Bunu bayaq biz artıq qeyd elədik. Əks əlaqə mütləq şəkildə müşahidəyə əsaslanmalıdır. Müşahidənin də savadlı şəkildə aparılması üçün müəllimlərin mütləq metodiki və pedaqoji biliklərə malik olması və yaxud da bilik və bacarıqların təkmilləşdirilməsi tələb olunur. Refleksiya və müzakirəyə şərait yaratmalıdır. Bu nə deməkdir? Ümumiyyətlə əks əlaqə, yəni insana deyilən söz, şagirdə deyilən söz onu düşündürməlidir və yaxşı mənada düşündürməlidir. Yəni biz şagirdə müxtəlif şəkildə əks əlaqə verə bilərik. Bayaqdan saydıqlarımız, səs tonumuz amiranə ola bilər və yaxud ola bilər biz konstruktiv rəy veririk, amma səs tonumuz amiranədir. Bu artıq yanlış informasiya ötürür şagirdə və yaxud əksinə çox yumşaq şəkildə deyərik, amma verdiyimiz əlaqə bəli, tənqidlərlə dolu olar və bu heç bir faydası olmaz. Amma şagirdə verilən əks əlaqə onu düşünməyə yönəldəndə, məsələn, səncə nəyi düz eləmədin? Niyə nəticəyə gəlib çıxa bilmədin? Bu işi bu şəkildə yox, başqa şəkildə daha necə eləmək olardı ki, nəticəyə uğurla gəlib çatasan? Bu şəkildə və müzakirə ortamı yaradaraq, bu çox vacib məsələdir. Əvvəla şagird anlayır ki, ona verilən əks əlaqə bu bir hökm deyil. Bu çox vacib məsələdir və onun fikri soruşulur, onun özünün prosesi düzəltməsinə ona şans verilir. Bu ən vacib məsələlərdən biridir. Şagirdin əks əlaqə zamanı müzakirəyə cəlb olunması, refleksiyaya yönəldilməsi bu psixoloji cəhətdən şagirdi rahatlayır və o anlayır ki, onun özünün söz demək imkanı var və o özü öz problemini həll edib, düşünüb, həlli yolunu tapma imkanı var. Yəni deyilən əks əlaqə, orada təklif olunan həll yolu bu bir hökm deyil və müəllimin əməkdaşlığını bu prosesdə şagird hiss edir. Belə olanda əvvəla şagird düşünməyə yönəlir, öz səhvlərini analiz etməyə yönəlir, eyni zamanda özü problemin həlli yolunu tapmağa çalışır və bu əlbəttə ki, şəxsiyyət önümlü təhsilin ən vacib ünsürlərindən biridir ki, sərbəst düşünən və fikrini ifadə edə bilən, problemi həll edə bilən bir vətəndaş yetişdirək. Və meyara əsaslanmalıdır. Əlbəttə ki, əks əlaqə, mən sadəcə bugün belə istəyirəm kimi məsələyə yanaşıla bilməz. Xüsusən idraki fəaliyyətdə qiymətləndirmə meyarları təlim nəticəsindən çıxarılıbsa, verilən əks əlaqə ona yönəlməlidir. Amma bu demək deyil ki, həmin dərs prosesində şagirdin davranışı ilə, emosionallığı ilə və yaxud meyardan kənara çıxan hər hansı bir məsələ ilə bağlı şagirdə əks əlaqə vermək olmaz. Ola bilər ki, bugünkü günün qiymətləndirmə meyarına uyğun olmayan şagird hər hansı bir yanlış edir və o həmin meyara çatmağa ona mane olur. Yəni mən bugün ona göz yumum ki, bugünkü meyarıma uyğun deyil, mən bunu sabahları izah edərəm. Bu yanaşma da doğru deyil. Meyara mütləq əsaslanmalıdır, amma şagirdi mütləq şəkildə inkişafa aparmalıdır. Aynur xanım, dediklərinizdən belə qənaətə gəldim ki, əks əlaqənin məqsədindən asılı olaraq müxtəlif növləri var. Çünki siz danışdıqca onları bir-bir sadalayırdınız, amma üstü örtülü sadalayırdınız, konkret adlarını çəkmirdiniz. Belə bir təsnifat varmı? Bəli, ümumiyyətlə beynəlxalq yanaşmada, beynəlxalq təcrübədə əks əlaqənin kifayət qədər böyük təsnifatı var, növləri var. Amma hər şeydən əvvəl burada dayanan əsas məsələ məqsəddir. Yəni biz əks əlaqəni hansı məqsədlə veririk? Əks əlaqənin məqsədə görə növləri çoxdur. Biz burada yalnız bir neçəsi haqqında danışacağıq. Burada danışdığımız əks əlaqə növləri istənilən fəaliyyətlə bağlı ola bilər. Yəni həm idraki fəaliyyətlə, həm davranışla, həm ünsiyyətlə, həm şagirdin emosionallığı ilə və s. ilə bağlı ola bilər. Burada əsas məsələ ondan ibarətdir ki, müəllim bilsin ki, o şagirdə hansı əks əlaqəni verir və nə məqsədlə verir. Hansıdan da çox məqsədi biləndə istər-istəməz deyilən əks əlaqə səmərəli olur. Gəlin bir neçə növlərlə tanış olaq. Məsələn, təsviri əks əlaqə. Təsviri əks əlaqə zamanı şagirdin məqsədə doğru gedən bütün addımları təsvir olunur. Nəyi düz edir, nəyi səhv edir, nəyi necə inkişaf etdirməlidir və s.
bu şagirdi proses zamanı onun gördüyü işi şagirdə detallı şəkildə təsvirini istəyir. Gəlin bir nümunəyə diqqət yetirək. Essedə fikirləri əsaslandıran arqumentlər kifayət qədərdir. Abzasları strukturlaşdırmada məntiqi ardıcıllığa, əlaqəyə diqqət yetirmisən. Diqqət yetirməli məsələ cümlə strukturlarıdır. Deməli, bura qədər müəllim bütün fəaliyyəti təsvir edir və nəyi düzəltməlidir, onu da vurğulayır. Deməli, şagirdin problemi onun cümlə strukturlarındadır və onların səmərəli şəkildə yaxşılaşdırılması yazının dinamikliyini artıra bilər. Yəni, problem ondadır ki, şagird informasiyanı düzgün çatdırmaq üçün düzgün cümlə strukturunu seçməyib və əks əlaqədə göründüyü kimi bütün fəaliyyət, essenin bütün incəlikləri öz əksini tapır. Bu, təsviri xarakterli əks əlaqədir. Eyni zamanda burada konstruksivlik də, biz bayaq dedik ki, bütün əks əlaqələri birləşdirən konstruksivliyin olmasıdır. Konstruksivlik də burada öz əksini tapır. Korrektə edici əks əlaqə. Korrektə edici əks əlaqə müəllimin şagirdə hər hansı bir fəaliyyət zamanı anında müdaxilə edərkən dediyi əks əlaqədir. Məsələn, şagird lövhədə məsələ misal həll edir, hesablamada nəyisə düzgün yerinə yetirməyib, müəllim anında müdaxilə edir ki, məsələn, filan hesablamaya bax, cavabı düzgün çıxartmamısan ki, şagird prosesi düzgün apara bilsin. Və yaxud da ki, məsələn, şagird ucadan oxu zamanı, bu fərq etməz, xarici dildə də ola bilər, ana dilində aşağı siniflərdə ola bilər, sözün düzgün tələffüz qaydasına əgər riayət etmirsə, anında prosesi dayandırıb, məsələn, sözün düzgün tələffüzünü ona deyir ki, bu söz bu şəkildə tələffüz olunmalıdır. Bax, burada gördüyünüz kimi spesifiklik nədən ibarətdir? Bir var, biz şagirdə yönəldirik ki, sən düşün, bu prosesi necə düzəldə bilərsən? Bir də var ki, korrektə edici əks əlaqədə anında müəllim cavabı hazır şəkildə deyir. Çünki şagirdin o sözün vurğusunu bilmirsə, onun sual vermək ki, sən nəyi düzgün eləmədin, bu səmərəli ola bilməz. O nöqteyi nəzərdən korrektə edici əks əlaqə anında müdaxilə zamanı olunan əks əlaqədir. Çünki zaman keçdikcə məncə onun əhəmiyyəti də itir. Həmin an ona kömək eləmək lazımdır ki, o prosesin ardında düzgün fəaliyyəti icra edə bilsin. Və məqsədə çatsın. Bəli. Bu əsas məsələdir. Summativ əks əlaqə. Summativ əks əlaqə, bayaq verilişin əvvəlində siz özünüz soruşdunuz ki, adətən müəllimlər əks əlaqəni yalnız formativ qiymətləndirmə ilə bağlayırlar. Gördüyünüz kimi summativ əks əlaqə adlı bir əks əlaqə var. Burada adətən şagirdin hər hansı bir fəaliyyətinin sonu haqqında şagirdə informasiya verilir. Bu, summativ qiymətləndirməyə verilən müəllimin verdiyi əks əlaqə ola bilər və yaxud, məsələn, summativ qiymətləndirmə zamanı şagirdin layihə işinin təqdimatı zamanı artıq sırf konkret nəticəyə köklənmiş, sən gəlib bu nöqtəyə çatmısan və bu nöqtədə sən nəyi uğurlu eləmirsən, nəyə isə gəlib məqsədə çata bilməmisən. Bunları açıqlayandan sonra və sonra yenə də konstruktiv şəkildə şagirdə sən necə etməlisən ki, gələn dəfə bu məsələni uğurla yerinə yetirə biləsən və ya davam etdirə biləsən. Fasilitasiya edici əks əlaqədir. Fasilitasiya edici əks əlaqə, yəni müəllimlərin bütün proses zamanı, istəyir öyrənmə-öyrətmə zamanı, istəyir layihə işlərində, layihə işi özü də öyrətmə-öyrənmənin içərisində daxildir, müxtəlif fəaliyyət. Məsəl üçün, şagird tutalım, hər hansı bir informasiya ilə bağlı resurs tapa bilmir, onun resursa yönəldilməsi, şagirdə refleksiya edici sualın verilməsi, onu düzgün yönətmək və yaxud düzgün şagirdlə, yəni məsələn, müxtəlif bacarıqlara, amma eyni işə xidmət edə bilən bacarıqlara olan şagirdlə bir qrupa salması, bütün bunlar hamısı fasilitasiya edici fəaliyyətdir və bu fasilitasiya edici fəaliyyət zamanı müəllimin şagirdə verdiyi əks əlaqə, məsəl üçün, filan resursdan istifadə edə, qrup işi zamanı filan şagirdlə daha çox əməkdaşlıq elə, işini bu şəkildə qurmağa çalış və s. Bunlar hamısı fasilitasiya edici əks əlaqə hesab olunur. Refleksiv əks əlaqə, o bayaq bizim dediyimiz kimi ki, bütün əks əlaqələrin içərisində refleksiya mütləq şəkildə olmalıdır və elə zaman olur ki, müəllim anlayır ki, şagirdin özü sualının cavabını tapmasa, ona heç bir yönəltmə kömək edə bilməz.
Belə olanda müəllimin məqsədi şagirdi düşündürmək, fəaliyyətini refleksiya etmək və onu məqsədə özünün qərarı ilə məqsədə gəlib çatdırmaq olur. Belə olanda müəllim şagirdə refleksiya edici əks əlaqə verir. Yəni suallarla dolu olan yönəldici suallar, aydınlaşdırıcı suallar, şagirdi düşündürən suallarla dolu əks əlaqə verir ki, bu da refleksiya edici əks əlaqə hesab olunur. Dəstəkləyici əks əlaqə. Dəstəkləyici əks əlaqə də adından göründüyü kimi bu yenə də şagirdin davranışının daha çox güclü tərəflərini qabartmaq, sən tapşırığı çox düzgün yerinə yetirmirsən, çünki lazımi məqamlara diqqət yetirmirsən, keçən dəfəkindən daha yaxşıdır nəticən, bu kimi sözlərlə, amma bu heç vaxt emosional olmalı deyil də. Məsələn, keçən dəfəkindən daha bacarıqlısan yox da, bacarıqlısan nəyə görə? Keçən dəfə elədiyin səhvləri bu dəfə etməmisən. Şagirdin güclü tərəflərini qabardaraq ifadə etmək bu dəstəkləyici əks əlaqə hesab olunur. Bu bir növ şagirdə həm də motivasiya verir. Təlimat verici əks əlaqə. Burada artıq əks əlaqədə elə məqam yaranır ki, müəllim anlayır ki, şagirdin mütləq şəkildə addımları, görəcəyi işi ona təlimat xarakterli vermək lazımdır. Niyə görə mən hər dəfə müəllim anlayır ki, cümləsini işlədirəm? Çünki müəllimin meyara əsaslanaraq, müşahidə bacarığına əsaslanaraq məqsədi, əks əlaqənin məqsədini müəyyənləşdirməsi bu çox vacib məsələdir. Əgər müəllim müşahidəni düzgün aparmırsa, o şagirdə necə kömək edəcəyini müəyyənləşdirməkdə çətinlik çəkəcək. Və belə olan halda onun verdiyi əks əlaqə nə dərəcədə faydalı olacaq? Bu böyük sual altına düşür. Ona görə də bütün bu əks əlaqələrdən düzgün yerində istifadə etmək üçün müəllimin müşahidələri mütləq şəkildə düzgün və savadlı şəkildə aparılmalıdır. Və müəllim bir nöqtədə müəyyənləşdirəndə ki, bəli, şagirdin refleksiya etsəm belə o bu nöqtəyə gəlib çata bilməyəcək. Mən cəhd elədim, çalışdım, düşündürdüm. Elə məqama çatmışıq ki, mən artıq ona təlimat verməliyəm. Bax, belə olan məqamda artıq prosedurun, təlimatın addım-addım şagirdə mütləq şəkildə verilməsi lazımdır. İki nümunəni burada sizə təqdim etmək istəyirdim. Gördüyünüz kimi verilənlərdən hansı effektiv konstruktiv rəydir? Effektiv konstruktiv rəydir məsələsinə də bir izah vermək istərdim ki, yəni bütün effektiv rəylərin içində bir konstruktivlik var. Amma yalnız konstruktivlik effektivdir deyə belə bir şey yoxdur. Məsələn, təlimat verici əks əlaqədə bu əlbəttə onun canında mütləq konstruktivlik olmalıdır, amma bu məqsədə xidmət edir ki, şagirdi addım-addım işə gətirib çıxartsın, bir məqsədə gətirib çıxartsın. Əgər o səmərəli verilibsə, o da effektiv rəy sayılır. Gəlin verilən rəylərə bir-bir baxaq və müəyyənləşdirək ki, hansı effektiv konstruktiv rəydir. Problemin həlli yollarını düzgün göstərmirsən, amma bəzi məqamlarda səhvə yol vermirsən. Növbəti dəfə çalış o səhvləri etmə, çünki bu sənin qiymətinin aşağı düşməsinə səbəb olacaq. Gördüyünüz kimi rəy pozitivdən başlayıb, həll yollarını düzgün göstərmirsən, amma səhvlərin göstərilməsində spesifiklik və konkretlik yoxdur. Yox, bəli, ümumi deyilib. Çox ümumi şəkildə, bəli, səhvə yol, bəzi məqamda səhvə yol vermirsən. Yəni şagird bilsəydə hansı məqamda səhvə yol verəcək, o səhvə onsuz da yol verməzdi. Burada spesifiklik olmadığına görə biz buna effektiv rəy deyə bilmərik. Müzakirədə fikirlərini aydın ifadə etdin, əla, amma yoldaşlarına danışmağa fürsət vermirsən. Keçən dəfə də belə eləmişdin, belə olmaz. Burada konstruktivlik yoxdur. Burada da pozitivdən başlayır, şagirdin yanlışı spesifik şəkildə göstərilir, amma konstruktivlik yoxdur. Yəni, necə etsin ki, bu problemi həll etsin, nə şagirdə bir düşünməyə yönəldici sual yoxdur, nə də şagirdin problemi həll etməsi üçün ona hər hansı bir kömək, konstruktivlik yoxdur. Videoda istifadə etdiyin şəkillər mövzu ilə ahəng təşkil edirdi, lakin alt yazılarda bəzi orfoqrafik səhvlər var idi. Belə problemlə qarşılaşmamaq üçün mətni videoya yerləşdirməmişdən əvvəl mütləq yoxla. Burada gördüyünüz kimi müsbətdən başlayıb, şagirdin fəaliyyətindəki yanlışlıq spesifik şəkildə bildirilib və bu problemi həll etmək üçün ona tövsiyə xarakterli təklif edilib ki, mətni videoya yerləşdirməmişdən əvvəl mütləq yoxlamaq lazımdır. Əslində bu testin cavabı artıq C variantıdır.
Amma istərdim ki, digər variantlara da baxaq ki, bəlkə müəllimlər üçün faydalı olar. Essedə orfoqrafik səhvə ən çox yol verən şagird sən oldun. Sözün düzünü desək, bunu səndən heç gözləmirdim. Məncə variantı heç axıra qədər oxumağa ehtiyac yoxdur, çünki yanlışdan başlamaq bu artıq ümumiyyətlə bütün əks əlaqələrin ziddinə gedən bir prosesdir. Riyazi məsələlərin həlli yolunu düz müəyyənləşdirirsən, amma niyə bu düsturdan istifadə etdiyini izah edə bilmirsən. Hesablamalarda isə çoxlu səhvlərə yol verirsən. Belə getsə qiymətlərin aşağı düşəcək. Burada problem belə getsə qiymətlərin aşağı düşəcək informasiyasıdır ki, şagirdi motivasiyadan salır və əksinə onun səhvini necə düzəltməli olacağını dəstəkləmir. Bu bir növ onu tənqid edirmiş kimi görünür. Bu nöqteyi nəzərdən yəni əks əlaqə effektiv sayılmır. Beləliklə testin cavabı C variantıdır. Növbəti testə baxaq. Riyaziyyat dərsində şagird lövhədə məsələ həlli zamanı hesablamalarda səhvə yol verdiyinə görə məsələnin cavabını tapa bilmir. Gördüyünüz kimi situasiya verilir və verilən situasiyada müəllimin verdiyi, yəni təklif olunan variantlardan hansı daha məqsədə uyğun və effektiv hesab edilməsi, müəllim tərəfindən müəyyənləşməsi tapşırılmışdır. Deməli, A variantında müəllim bildirir ki, sən düz hesablamırsan, icazə ver, mən həll edim, sən əvvəlcə bax, sonra isə bir də həll edərsən. Burada ümumiyyətlə əks əlaqənin bütün prinsipləri pozulur. Müəllim birinci artıq şagirdə mənfidən başlayır. İkinci şagirdi yönəltməkdənsə, bəli, özü həll etməyi təklif edir və şagirdə üstəgəl təklif kənardan müşahidə etməyi və sonradan səhvlərini düzəltməyi təklif edir ki, bu aydın məsələdir ki, öyrətmə prosesinin özündə belə yanlış yanaşmadır. B variantına baxaq, sən həmişə bu tip məsələlərdə səhvə yol verirsən, bu cür məsələlərə diqqət yetir və həlli yollarını diqqətdə saxla. Bu da neqativdən başlayır. C variantı bu doğru cavab deyil. Sənə çox çalışmaq və diqqətli olmaq lazımdır. Bu daha çox şagirdin fəaliyyətindən çox özünə yönələn emosional rəydir. Sən hesablamalarda səhvə yol verdiyin üçün məsələnin cavabını tapa bilmirsən. Bu korrektə edici rəydir və hesablamalarını bir də gözdən keçir və səhvini düzəlt. Bura qədər oxuduqlarımızın içində görünən odur ki, situasiya elə situasiyadır ki, müəllim korrektə edici rəy verməlidir və müəllim göründüyü kimi həmin dəqiqə nədə səhv olduğunu, məhz hesablamada səhv olduğunu şagirdə bildirir və hesablamalarını bir də gözdən keçirtməyi onu yönəldir. Şagird özü hansı hesablamada səhvə yol verdiyini müəyyənləşdirsin. Sən yenə də hesablamalarda səhvə yol vermirsən, sənə daha çox misal həll etmək və çox çalışmaq lazımdır. Yenə də gördüyünüz kimi burada konstruktivlik yox, müdaxilə yanlışdan başlayıb və s. Beləliklə testin cavabı D variantıdır. Belə ki, müəllim korrektə edici əks əlaqədən istifadə edir və eyni zamanda şagirdi özünü düşünməyə və problemi həll etməyə yönəldir. Sonda bu fikri bir daha vurğulamaq istərdik ki, əks əlaqə yalnız formativ qiymətləndirmə ilə bağlı olan proses deyil. Bu həm summativ qiymətləndirmə ilə, həm şagirdin davranışı, həm ünsiyyəti, müxtəlif istiqamətlərdə onun fəaliyyətləri və gördüyü işlərlə bağlı ola bilər. Və əsas məsələ ondan ibarətdir ki, əks əlaqə effektiv olsun. Çox sağ olun, Aynur xanım. Təşəkkürümüzü bildiririk ki, mövzu ilə əlaqəli geniş izah verdiniz və bəzi test nümunələrini də göstərdiniz. Çox sağ olun. Ümid edirik ki, bu müəllimlər üçün faydalı olacaq. Təşəkkür edirəm. Mən də ümid edirəm ki, müəllimlər üçün faydalı olacaq və sertifikatlaşdırma imtahanında hamıya uğurlar arzu edirəm. Çox sağ olun. Əziz müəllimlər, bizim bugünkü verilişimiz yekunlaşır. Növbəti verilişlərdə görüşənə qədər.